Hamınıza salam dostlar. Dostlar, bu mənim ilk videomdur. Dostlar, bu videoda Arduino ilə LED yandırma öyrənəcəyik dostlar. Birinci dostlar, Arduino və breadboardumuzu götürürük. Sonra isə dostlar, burada 5 voltluq giriş var gördüyünüz qədərilə bu ərazidə. Baxın, göstərəm barmaqdan. Barmaqla yansıtılır. İndi ona bir neyimizi bağlayırıq. Bir dənə şnorumuzu. Sonra dostlar bunu isə üstəgələ bağlayırıq. 5 voltluğa bağladığımızı. Sonra dostlar onun yanında GND yazılan var. Burada gördüyünüz qədərilə. İndi dostlar birisini də buna bağlayırıq. Onu isə çıxar. Sonra dostlar ledimizi götürürük. Mən yaşıl led istifadə edəcəm. Göstərim belə. Dostlar burada uzun olan ayaq üstəgəldə, qısa olan çıxdı. Elə yadınızda saxlaya bilərsiniz. İndi biz ledimizi ortalarda hər hangi bir yerə taxırıq. Dostlar mən belə taxdım. İndi dostlar sonra bu leddə üstəgəl olan ərazini burada dostlar bir şey demək unutdum. Bu ərazilərdə beləsinə gedir, amma burada ərazidə isə belə gedir. Sonra dostlar üstəgəl olan ərazidə burada taxırıq. Sonra isə dostlar burada üstəgəlin hər hansı bir hissəsinə taxırıq. Sonra dostlar biz reskidən əgər bura çıxıb bağlasaq, bu sönəsi bir də işlətmə olmaz bu ledi. Ona görə belə göstərim. Belə bir gücləndirici işlədəsiyik. Rəngi qırmızı, qara, qəhvəlidir. Tam göstərmə olmur. Ekran biraz pis çəkir. İndi dostlar bunu da bağlayırıq bura. Xəstəyəm dostlar, ona görə çox danışa bilmirəm. Son dostlar, bir dənə də şnor götürürük. Bir dənə də şnor götürürük dostlar. Onu isə burada bayaq bağladığımız hissəyə taxdıq. Sonra isə dostlar bunu da çıx ərazisinə taxırıq burada. Sonra dostlar Arduino Uno'muza belə göstərim. Arduino Uno'muza bir şnor taxırıq dostlar. Deyək dostlar taxım çətin olur təkərdən. Sonra isə dostlar bunu bura taxırıq. Gördüyünüz kimi dostlar heç bir kod yazmadan ledimiz yandı. Bugünkü videomuz dostlar bu qədər idi. Sağ olun. Kanala abunə olub like atmağı unutmayın.